Bir gün Rauf avtobusa mindi və başa düşdü ki, avtobusun sürücüsü yoxdur. Sükan özü dönürdü. Qapılar isə dayanacaqlardan əvvəl açılırdı. Sərnişinlər isə bunu tam normal qəbul edirdi. Rauf yanındakı adama pıçıldadı. Sürücü haradadır? Adam qəzetdən gözünü çəkmədən dedi. Bu xəttdə reallıq işləmir. Avtobus tunelə girdi. Amma tunelin içi göy üzü idi. Buludlar pəncərələrin yanından keçirdi. Bir qadın kart əvəzinə avtobusa peçenye göstərib keçdi. Rauf qərara aldı ki, artıq heç nəyə təəccüblənməsin. Son dayanacaq, məntiq. Hamı düşdü, amma ətrafda heç nə yox idi. Yalnız bir masa və böyük qırmızı düymə vardı. Rauf düyməni bastı. Hər şey qaraldı. İşıqlar yandı və bir kişi əl çaldı. Təbrik edirik, siz reallıq testindən keçdiniz. Rauf soruşdu. Bu nə idi? Yeni işinizə xoş gəlmisiniz. Siz indi avtobus sürücüsüsünüz.